Herkese salam, kanalıma xoş gəlmisiniz. Aparıcı Zaur Baxşəliyev sosial media hesabında izləyiciləri ilə birlikdə həmsöhbət olub. O, verilişinə gələn bəzi xanımlardan və Pərvin Əkbər cütlüyündən danışıb. Zaur qeyd edib ki, artıq onlar barışıb və siz də deyirsiniz ki, DNT analizindən cavablarını açıqlayın. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib fikirlərinizi də bizimlə paylaşmaq unutmayın. Qadın deyil, nə qədər olmasa sizin nəslinizi davam elətdirən 3 dənə uşaq doğub bu adam. Yəni onu necə belə aşağılamaq olar, necə alçatmaq olar? Düzgün deyil axı. Məsələn, mənim xoşum gəlmir bir qadına qarşı el eləyəndə. Hətta içi ən pis yolun yolcusu olsa belə, mən bilmirəm də, məsələn, qadının sınmağını, sındırılmağını sevmirəm. Xoşum gəlmir. Pis oluram, çox pis oluram. Bir ona pis oldum, bir uşağa pis oldum. Bugün elə üst-üstə kinoya nə vaxt çəkiləcəksiniz? Komik rollar çox yaraşır sizə. Şey kimi bir kino olsa, məsələn, Türkiyədə son çəkilir, o Prens. Prensə baxmısınız? Yəqin ki, baxmısınız da, Prensə baxmayaq. O Bongomiya prensi. Elə bir prens. Elə bir kino olsa çəkilərəm. Məsələn, elə bir senari olsa, Prens. Belə xəyali bir dövlət və xəyali bir dövlətdə xəyali bir qəhrəman. Ona çəkilərəm. Prensə çəkilərdim. Prens kimi bir rola çəkilərdim. Amma onu da yazan yoxdur da. Yazanda da maliyyə olmur. Maliyyə olmayanda da kino gözəl olmur. Çünki ora pul ayırmaq lazımdır. Çoxlu pullar ayırmalıdır, vəsait ayrılmalıdır. Hər hansı bir Pərvanənin yanında olacam. Çəkilməsi üçün çox böyük vəsait lazımdır. Pərvanəni buraxmaq istəmirəm. Əslində mən çox istəyirəm ki, Pərvanə bir işə düzəlsin, bir ötkəm qadına çevrilsin, sözünün kəsəri olsun, ayağının üstündə dura bilsin. Allah sizi də qorusun, çox sağ olun. Niyə belə oldu halım? Ev mala mülkə görədir. Alqaş qardaşların dərdini çəkmirlər, cəmaatın qızına şər atırlar. İnanın ki, oğlana da ürəyim ağrıyır. O da fağır adamdır, o da yazıq adamdır. Bəlkə də kimlərinsə məqsədli şəkildə onun sağalmağına şərait yaratmayıblar. Bilirsiniz, burada başqa oyunlar da gedir. Mən fikirləşirəm ki, o oğlanın heç sağalmağını indi mən məsələn, heç doğmalar da istəmir. İstəsəydilər vaxtında aparardılar, onu müalicə elətdirərdilər. Görünür, bu situasiya sərf eləyir kiməsə, kimlərəsə. Çox böyük sərfiyyatı var ki, o içsin, məhv olsun, elə onun əli ilə yoldaşına da nəsə edilsin, o türməyə getsin, içsin türməyə getsin, bu da məhv olsun, uşaq ortalıqda qalsın, sonra nə bilirlər eləsinlər. Mən şəxsən düşüncəm budur. Mənə görə belədir. Çünki oğlan qızı çox sevir. Çox sevir və öyrətməyə gedən, qızışmaya gedən oğlandır. Mən belə başa düşdüm ki, o qızışmaya gedən oğlandır. Və belə başa düşdüm ki, burada məqsəd yoxdur ki, oğlan sağalsın, fikir yoxdur ki, oğlan sağalsın. Bilirsiniz, istəyirlər oğlana da nəsə olsun, qıza da nəsə olsun, elə ortaqda qalsınlar, aləm dəysin bir-birinə. Mən çünki bunu gördüm. Çünki kişi qardaşını milyonların içərisində ən azı qardaş gəlib arvadına görə üzr istədi, mən başa düşdüm. Qınadıq, üzr istədi və indi də sağalmaq istəyir. Yəni, bir adam əgər bir səhvindən, bir etdiyi səhvdən Allah tövbələri qəbul eləyəndirsə, Allah bağışlayandırsa, biz insanlar nə karəyik ki, Allah deyir ki, nə qələt eləmirsən elə, amma tövbə elə. Gəl qapıma, mənə tövbə elə və mən səni bağışlayayım. Bu insan istəyir ki, düzəlsin. Başa düşürəm, səhv eləyib, düz deyil, əl qaldırmaq, döymək. Amma mən artıq yavaş-yavaş başa düşürəm ki, o qohum əqrabalar danışdıqca, bu döyülməklərin səbəbkarı qadın özü deyil. Bu döyülməklərin səbəbkarı elə yaxınlar, çevrələrdə. Onlar da məqsəd yönlü eləyiblər. Ona görə də istəmirəm ki,
mən o qadını da, o kişini də uçuruma getsin. Əslində mən istəyirəm onların ikisini də xilas eləyək. Çünki onların ikisi də xilas olmalı. Çünki qız da onu istəyir, oğlan da qızı istəyir. Və mən belə gördüm bugünkü situasiyada. Çünki o birisi qardaş da hələ Zəhruf deyir ki, görməmişəm. Əvvəla sənin qardaşın qadınını qaytarmaqdan ötürü gəlib onun sevgisini qazanmaqdan ötürü ki, həkimə getsin, müalicə olsun. Sən necə qardaşın xanımı üçün, faktiki xanımı üçün Zəhruf deyə bilər ki, əxlaqı belədir. Və o birisi də deyir ki, görməmişəm. Yəni, eşitmişəm, görməmişəm. Bilirsiniz, biz uşaq deyilik. Artıq bəlli olur məqsədlər. Məqsədlər bəlli olur. Yox, qadın da istəyir. Vicdan olmayanda əlbəttə vicdan gərək olsun da. Mən demirəm, bəlkə də belə deyil. Amma situasiya mənə bunu göstərir də. Yəni, mən neçə illərdir bu verilişlərin içərisindəyim. Artıq 14-cü ildir. Mən uşaq deyiləm ki. Əlbəttə, bir müəllimin belə ictimaiyyət qarşısında bu cürə söz deməsi qəbul olunan deyil. İndi bilmirəm də, baxaq görə sabah nə olacaq. Deməkdən ki, qardaş, yığışsın, gəlsin. O qadın yazıq nə dedi? Dedi ki, mən onlardan qorxuram, ora getmək istəmirəm, məni şərləyəcəklər. Namusla bağlı bir şey demədi, əxlaqla bağlı bir şey demədi, sizin şərəf ləyaqətinizi alçaldacaq bir şeylər demədi. Yazıq nə dedi ki? Nə dərəcədə düzgündür? Ümumiyyətlə, siz necə dəyərləndirirsiniz? Mənə maraqlıdır. Sizin daha çox kimə inanırsınız? Pərvanəyə mi inanırsınız? Yoxsa kimə inanırsınız daha çox? Ev davası bəlkə də ev davasıdır. Bəlkə də onları o mülkdən çıxartmaqdan ötürü. Baxma, 40 sot torpaq orada, 90 sot bu birisinin adında. Hamısı qalacaqdı da. Bilirsiniz, hamısı qalacaqdı. İnsanlar adi bir mülkə görə nələr eləyirlər? İlahi, sənə qurban olum. Nə dərəcədə düzgündür? Niyə belədir? Sizcə niyə belədir, hə? Allahın salamı sizə də olsun. Mən Pərvanəyəm. Kəndlərdə söhbət açır, torpaq davasıdır. Məncə də torpaq Pərvanəyə inanırıq. TikTokda da, Instagramda da hamıdır. Məncə də torpaq davasıdır. Yəni, çünki görünən başqa heç nə yoxdur da. Yəni, ancaq odur. Nə bilim. Amma insan bir torpağa görə bir qadının ləyaqətini əl uzadarmı? Yəni, bir əxlaqına əl uzadarmı? Ona dil uzadarmı? Yəni, bilmirəm. Mən çox qorxuram Allahdan elə şeyə görə. Yəni, bilmirəm. Əlbəttə qeyrətli qadındır. Valla neçə gündür buradadır. O kətdən birdən. Elə siz də buradasınız. İndi burada güya Cəllabaddan həmin kətdən olan adamlar yoxdur. Ən azı biri yazardı da. Pərvanə, məsələn, dillidir deyə bilərlər. Üzr istəyirəm ifadəmə görə. Bəlkə həyasızlığı var deyə bilərlər. Ərinin üstünə qayıdır deyə bilərlər. Çox şey deyir. Amma əxlaqı ilə bağlı heç nə. Yəni, bir namuslu qadının əxlaqına şər atmaq qədər günah böyük, bilmirəm. Babalı öz boyunlarına, günahı da babalı öz boyunlarına, bilmirəm. По лицу видно, она не виновата. Ну, я тоже знаю, что она не виновата, но... Mikrofon necə vəş kimi oldu? Haylədə. Hələ o bəyənmir, oxu bilər. Mən sənə çox hörmətim var, uşaqlıqdan baxıram. Buna xandos bizar. Kim sizi bəyənmir, özü bilər. Psixoterapevt, narkolog. Çox sağ olun, təşəkkür edirəm. Əslində, bir dənə şey deyim. Hamı adamı niyə bəyənməlidir? Onda adamda bir anormallıq olur da. Məsələn, hamı səni bəyənirsə, deməli sənin çatışmayan bir şeyin var. Hamı səni bəyənmirsə də, deməli sənin bir çatışmayan bir şeyin var. Yəni, müəyyən mənada insanlar səni bəyənirsə, bəyənməyənlər də olmalıdır. Məsələn, mən bəyənənlərə görə bu hərəkəti eləyim, bəyənməyənlərə görə bu hərəkəti etməyim deyə, onda sən olacaqsan figur, marionetka. Yəni, sən nəsənsə, elə də ol. Səhv, şükür Allaha, böyük
qlobal bir səhvimiz olmayıb bu illər ərzində bu televiziyada. Nə sözümüzdə, nə özümüzdə. Ola bilər hansısa kəlməm xoşa gəlməyə bilər, amma şükürlər olsun ki, belə problemlərimiz olmayıbdır. Çünki insanın beyni, ağlı, zəkası, düşüncəsi, kafası, yaşayışı, həyatı gərək elə bir istiqamətdə olsun ki, o ehtiyat eləməsin ki, ay Allah, bu dəqiqə səhv buraxaram, bunu belə deməyim. O rahat olsun. Məsələn, mən rahatam efirdə. Tam rahat, sərbəst və düşündüklərimi danışıram. Bəli, bu 15 nəfər tərəfindən bəyənilə bilər, 10 nəfər tərəfindən bəyənilməyə bilər və ya 20 tərəfindən bəyənilməyə bilər. Amma ümumilikdə müzakirə yaradan düşüncə olur və ümumilikdə cəmiyyətə, insanlara, insanlığa, mənəviyyata zidd olacaq, özünüz də görürsünüz, kəlmə olmur. Şükür Allaha. İnsan gərək olduğu kimi olsun da. Yəni sən məsələn 3 nəfər məni bəyənəcək deyə belə söz deyim və ya da birdən məni bəyənməzlər, bu kəlməni kəsləndirməyim kimi ifadə ilə yaşayacaqsansa, sən onda belə bir tərəddüd içərisində qalacaqsan da. Yəni özün olmayacaqsan heç vaxt. Sənin özünün xarakterin olmur. Zar, ürək tutun da. Deyirsiz, Pərvinin DNT-sini açın. Adam Pərvindən məsələn barışıb və adam məsələn bəzi şeylər bəzən mənə məntiqsiz gəlir. Barışıb, sevirəm onu, geri dönmüşəm deyib gəlib oturub. Məsələn, bəzən qınayırsınız onlar da. Məsələn, mən düşünürəm ki, həyatda heç kimi qınamaq lazım deyil. Çünki insan bilmir sabah o nəyi, qarşısına nə çıxar və o nəyi bağışlaya bilər və nəyi bağışlamaya bilər. Gözünüzdən yorğunluq yağır. Biraz təzyiqim var ona görə. Nə vaxt izləyə bilmirəm. Mənim uşaqlıqdan nə yadımdadır? Məsələn, Allah ölənlərinizə rəhmət eləsin. Mənim anamın anası, Səbirə nənəm, onlar Tərtərdə olurdular. Məsələn, dayılarım biraz emosionallıq eləyəndə nənəm deyirdi, cırtqozluq eləməklə. Kimsə bir söz deyirdi, dalaşdırdı, deyir, bala, sakit ol, beynini sakit saxla günə, qətiyyən əsəb keçirtmə günə. Məsələn, mən onu uşaq vaxtı beynimdə saxlayırdım. Doğrudan da əvvəla mən düşünürəm ki, bir tanınmış insan müzakirə olunmalıdır. Mən heç vaxt zəng vurum, xahiş eləyim, məni müzakirə eləmə və yaxud da ki, mənim haqqımda danışma, bunu vermə, onu yerləşdirmə, bunu yığışdırın, xahiş eləm, belə eləməyin kimi fikirlər mənə aid deyil. Çünki mən çox demokratik bir insanam. Mən düşünürəm ki, bütün müsbət şeylər müzakirələrdə və tənqidlərdən, yaxşı şeylər tənqiddən doğur. Məsələn, tərifdən yaxşı şey doğmaz. Tərif söhbət təhqirdən getmir, tənqiddən gedir. Sağlam, qərəzsiz, obyektiv tənqiddən gedir. Əgər tənqid qərəzsiz